Salam, hər vaxtınız xeyir olsun. Bugün quşlar sinfi mövzusunun testlərinə baxacağıq. Birinci sualdan başlayaq. Quş lələyində onun oxunun hər iki tərəfində yerləşən elastik hissə yelpi adlanır. Gəlin şəkildən də baxaq. Mərkəzdə yerləşir lələk oxu və yaxud gövdə də deyilir. Lələk oxu, onun sağ və sol tərəfində elastik yelpic yerləşir. Doğru cavab B bəndi olacaq. 2. Çöl göyərçinin ürəyinin quruluşu birinci rəqəmlə göstərilib sağ qulaqcıq. Ümumiyyətlə bizim sol tərəfimiz şəklin sağı olur. Bura olacaq sağ tərəf. İndi qələmin olduğu hissə mənim sağ tərəfimdir. Deməli bu şəklin olacaq sol tərəfi. Burada olur sol. Yuxarıda yerləşir qulaqcıq. Burada sağ qulaqcıq olacaq. Əgər bunu yadınızda saxlaya bilmirsinizsə də belə də fikirləşə bilərsiniz. Yuxarıda bizim qulağımız yerləşir, aşağıda mədəmiz yerləşir. Deməli şəkildə də yuxarı olacaq sol qulaqcıq, aşağı olacaq ürəyin sol mədəciyi, bu tərəfdə olacaq sağ mədəcik. Bir sağ qulaqcıqdır. C-ni, D-ni çıxıram. 2 sağ mədəcik, 3-ün sol qulaqcıq yazıb A-nı, B-ni çıxıram, bircə Y bəndi qalır. Digər damarlara da baxaq. Məsələn, 5-ci damarımız damar ağciyər venasıdır. Ağciyər venası ilə arterial qan gəlir, tökülür ürəyin sol qulaqcığına. Sol qulaqcıqda yığıldı qan. Oradan töküləcək hara? Sol mədəciyə töküləcək. Arterial qan. Ürəyin belə ayırsaq, bura sol tərəf, bura sağ tərəf. Yuxarı qulaqcıq, aşağı mədəcik. Belə xətt də çəkək. Baxın, 4 kameralı oldu. Sol mədəciyə töküldü qan. Sol mədəcikdən artıq başlayacaq böyük qan dövranı. Buradan çıxır sağ aorta qövsü. Quşlarda sağ aorta qövsü olur. 7-ci damar. Sağ aorta qövsü ilə çıxır orqanlara. Orada arterial qan oksigeni qidalı maddələri onlara verir. Onlardan karbon qazını alır, venoz qana çevrilir, gəlir, tökülür ürəyin sağ qulaqcığına. Baxın, sol mədəcikdə başladı böyük qan dövranı, aorta ilə çıxdı orqanlara, gəldi ürəyin sağ vena damarı ilə gəldi, töküldü ürəyin sağ qulaqcığına. Sağ qulaqcıqdan da gələcək hara? Sağ mədəciyə. Sağ mədəciyə. Artıq sağ mədəcikdən başlayır kiçik qan dövranı. Artıq bura yığılan venoz qan arterial qana çevrilməlidir. Bunun üçün getməlidir ağciyərlərə. 6-cı damarla ağciyər arteriyası ilə gedir ağciyərlərə. Orada təmizlənir, yenidən gəlir, sol qulaqcığa tökülür. Ağciyər venası ilə sol qulaqcığa tökülür. Bu formada qan ürəkdə dövr eləyir. 7-ni dedik, 6 oldu, 5 oldu ağciyər venası, 6 ağciyər arteriyası. Doğru cavab Y bəndi olacaq. 3. Yalnız cücə balalı quşları istəyir bizdən. Bilirsiniz ki, yumurtadan çıxan balalarının inkişafına görə quşlar 2 yerə bölünür. Cücə balalı və ətcə balalı quşlara. Cücə balalı quşlar yumurtadan çıxanda özü sərbəst qidalana bilir. Onların göz qapaqları açıq olur. Bunlara aiddir ququşu, toyuq, qaz, durna. İndi bizdən cücə balalı quşlar istəyir. Gəlin ətcə balaları çıxaq. Məsələn, göyərçin, ağacdələn, sərçə, göyərçin, ətcə balalıdır bunlar. Cücə balalı, ördək, qaz, ququşu olacaq A bəndi. Yalnız ətcə balalı quşlar, gəlin biz buradan cücə balalı quşlar çıxaq. Yox. Ördək, qaz, buradan olur. Göyərçin, sərçə ikisi də ətcə baladır. C bəndi doğru olacaq. Buradan qu quşunu, buradan dəvə quşunu çıxanda C bəndi doğru variant olur. 5. Əgər dəniyən quşlarda dişlər olsaydı, onda həzm sistemində hansına ehtiyac olmazdı? Dəniyən quşlarda dişlərin funksiyası nədir ümumiyyətcə? Dişlər qidanın mexaniki xırdalanmasında kömək eləyir. Xırdalanmasına kömək eləyir.
Bu quşlarda dişlər olmadığına görə onların mədəsi iki hissəli olur. Vəzili mədə, birinci hissəsi mədənin, bir də ikinci hissəsi əzələli mədədən ibarət olur. Dişlər olsaydı, əzələli mədənin funksiyası da dişin funksiyasından eynidir də. Dişləri yoxdur deyə qida əzələli mədədə xırdalanır. Əgər dişi olsaydı, əzələli mədəyə ehtiyac olmazdı. 6. Əgər dəniyən quşlarda mədənin əzələli hissəsi olmasaydı, eyni sualın tərsidir. Onda həzm sistemində hansının yaranmasına daha çox ehtiyac olardı? Dişlərin yaranmasına daha çox ehtiyac olardı. 7. Quşun hansı sümükləri bir-biri ilə birləşərək çəngəl əmələ gətirir? Körpücük sümükləri skeletin önündə birləşir. Baxın burada. Bu ikisi körpücük sümüyüdür. Bunlar birləşir, çəngəl sümüyü adlandırdığımız sümüyü əmələ gətirir. Quşlarda pəncə lüləsi əmələ gəlmişdir. Pəncə lüləsi ayaq pəncənin barmaq sümüklərini yox, onlar birləşməyib. Ayaq pəncəsinin bir neçə sümüyünün birləşməsindən əmələ gəlmişdir. Quşların əksər növünün arxa ətrafında neçə barmaq olur? Arxa ətrafında, ətraflarında yox. Arxa ətrafında 4 barmaq olur. Ön ətrafında, qanadında, bir qanadında 3 barmaq olur. Yalnız quşlara aiddir. Hansı sümük quşa aid olacaq? Pəncə lüləsini görürük burada. O, yalnız quşlara aiddir. Kürəkdir, bazudur, buddur, qarğadır. Suda quruda yaşayanlarda da var, sürünənlərdə də var. Məməlilərdə də qarğa yoxdur, amma kürək var, bazu var, bud sümükləri var. Yalnız quşlara pəncə lüləsi aiddir. 12. Skelet quruluşunun hansı xüsusiyyəti yalnız quşlara aiddir? Büzünüm sümüyü yox. Bir-birinə bitişmiş körpücük sümükləri. Bu çəngəl sümüyünü nəzərdə tutur. Çəngəl sümüyü bir-birinə bitişmiş körpücük sümükləridir. Bu yalnız quşlara aid xüsusiyyətdir. Göyərçində çiyin qurşaqları neçə növ sümükdən əmələ gəlmişdir? 2 kürək, 2 körpücük, 2 qarğadır. Ümumilikdə 6 sümük var, amma 3 növ sümük var. 1 kürək, 1 körpücük, 1 qarğa sümüyü. 14. Quşların ürəyinə aid hansı mülahizə doğru deyil? Kiçik qan dövranı sağ mədəncikdən başlayır, doğrudur. Sağ mədəncikdə başlayır, sol qulaqçıqda bitir. Qan sağ qulaqçıqdan sağ mədənciyə daxil olur, yəni qulaqçıq yuxarıdan aşağıya axır. Böyük qan dövranı sağ qulaqçıqda qurtarır, sol mədəncik başlayır, sağ qulaqçıqda bitir. Sağ aorta qövsü sağ mədəncikdən başlayır, bu artıq yanlışdır. Baxın, sağ aorta qövsü budur, 7 rəqəmlə yazılan 7-ci damar demişdik bayaq. Sol mədəncikdən sağ aorta qövsü başlanğıc götürür. Y bəndi doğrudur, D bəndi yanlışdır. Sol aorta qövsü məməlilərdə olur, sağ aorta qövsü quşlarda olur. Bunu da əlavə edeyim. 15. Çöl göyərçinində ürəyin mədəcikləri yığılan zaman arteriya damarlarına hansı qan vurulur? Gəlin baxaq mədəciklər yığılanda, sol mədəcik yığılanda qırmızı rənglə işarələnib. Baxın, sağ aorta qövsünə arterial qan vuruldu. Sağ mədəcik 2 ilə göstərilən kamera. Burada da venoz qandır. Buradan ağciyər arteriyasına da venoz qan vuruldu. Yəni həm arterial, həm venoz. C bəndə doğru cavab olacaq. Açıqlıq sahə quşudur. Açıqlıq sahə quşu burada var. Durnadır. Sonra turac ola bilər, dəvə quşu ola bilər. Açıqlıq sahə quşlarına misal. 17. Göyərçinin həzm sisteminin düzgün ardıcılığı. Baxaq. Ağız boşluğu, udlaq, qida borusu, çinadan, vəzili mədə, əzələvi mədə, bağırsaq, kloaka. Elə A variantı doğru gəlir. Digərlərinə də baxaq bir. Ağız boşluğu, udlaq, qida borusu, sonra çinadan olmalıydı. Ağız boşluğu, udlaq yoxdur. Burada da udlaq yoxdur. Ağız boşluğu, burada da udlaq yoxdur. Doğru cavab A bəndidir. Quşun bədəninin yüngül olub uçuşa uyğunlaşmasına xidmət etməyən əlamət həzm prosesinin sürətlə getməsi, qida qalıqlarının tez-tez xaric edilməsi.
aiddir. Yəni quşun bədənini yüngülləşdirir. Yüngül olduğu üçün rahat uça bilir. Sümüklərin içərisində hava boşluqlarının olması bu da uçuşa xidmət edir. Hava kisələri bu da. Əzələlərin əksər kütləsinin döş hissəsində toplanması bu olmaz. Yəni əzələlərin kütləsi, yəni nə mənası var? Ya döş hissəsində toplansın hamısı, ya da ayrı-ayrı bədəndə toplansın. Yenə o ağırlıq verəcək də quşa. Bu bədəni yüngül etmir. Dişlərin olmaması bu da bədənin yüngül olmasına səbəb olur. 19. Bütün quşlar üçün səciyyəvi olan xüsusiyyət arteriya damarlarında yalnız arterial qan axması. Axı acər arteriyasında venoz qan da axır. Vena damarlarının acər venasında arterial qan axır. Olmaz. Postembrional inkişaf dövründə acər vasitəsilə tənəffüs etmələri. Postembrional nə deməkdir? Yəni yumurtadan çıxandan sonra acərlə tənəffüs etmələri. Bu bütün quşlar üçün səciyyəvidir. Beyin yarımkürələrində çoxlu şırım və qırışlar məməlilərə aiddir. Hər bir ayaqda 4 barmaq olması yox. Çünki əksəriyyətində 4 barmaq olur, doğrudur. Amma məsələn dəvə quşunun arxa ətrafında 2 barmaq var. Ona görə bütün quşlara aid edə bilmərik. Bütün quşlar üçün səciyyəvi olan xüsusiyyət A ilə B dedik səhvdir. Embrional inkişaf dövründə xordaya malik olmaları bu doğrudur. Bu bütün quşlara aiddir. Ümumiyyətlə bütün xordallara aid əlamətdir ki, embrional inkişaf dövründə xordaya malik olurlar. Bunlar da dedik, dəvə quşunda 2 barmaq var. Bu da məməlilərə aid xüsusiyyətdir. Quşun baş beyninin hansı şöbəsinin və ya şöbələrinin üzərində qırışlar olur? Beyincikdə qırışlar olur. Şəklinə baxaq. Bu göyərçinin baş beyninin quruluşudur. Baxın, digər hissələrdə yoxdur, amma beyincikdə qırışlar var. 22. Quşlarda uçuş zamanı qanın oksigenlə zənginləşməsi baş verir, yalnız aciyərlərdə. Bəzən bunu aciyərlər və hava kisələri yazırlar. Hava kisələrinin oksigen almaq, karbon qazı vermək, yəni qanda bu cür mübadilə aparmaq funksiyası yoxdur. Bu yalnız aciyərlərdə olur. Oksigen alınır, karbon qazı verilir. Yerdə oturan zaman fərqi yoxdur. Uçur, yerdə oturur, gəzir. Yalnız ağciyərlərlə oksigen alınır. 24. Göyərçin qazdan onunla fərqlənir ki, az öncə dedik, göyərçin necədir? Ətçə balalıdır, qaz isə cücə balalı quşdur. Onun balası yumurtadan, göyərçinin balası lələksiz, aciz və gözləri qapalı olur. Amma qazda gözləri açıq, üzəri lələklərlə örtülü olur, sərbəst qidalanana bilir. 26. Şəkildəki heyvan üçün xarakterik olanları göstərin. Göyərçin göstərilib şəkildə cücə balalı deyil, ətçə balalıdır. Beyin yarımkürələri var, qırpma pərdəsi var, tək böyrək, xeyr, 2 dənə böyrəyi var. 2 dənə sidik axarı var, amma sidik kisəsi və sidik kanalı yoxdur. Sağ aorta qövsü var, sol aorta qövsü məməlilərdə olur. 2, 3, 5 doğru cavab A bəndə olacaq. 27. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Bu cədvəli necə həll edəcəyik? Doğrudur yazılanın hissənin burada doğru cümlələr olmalıdır. Yanlışdırın altındakı cümlələr isə yanlış olmalıdır. Yəni doğrudura pilus yazaq buradan. Sağ yumurtalığın olması. Quşlarda sol yumurtalıqdır, sağ deyil. Yanlışdırı da çıxaq yazaq. İstiqanlıdırmı? İstiqanlıdır pilus. Baxın, birinci olmaz. Niyə? Pilusun altdan çıxaqdır, çıxağın altdan pilusdur. Daxili mayalanma var. Bunlar da daxili mayalanmadır. Pilusun altdan pilus. Bu olar. Digərinə də baxaq. Sol yumurtalığın olması. Bunlarda sol yumurtalıqdır. Pilus. Artıq buna görə biz içini götürə bilmərik. Çünki çıxağın altından pilusdur. Pəncər ürəsi var. Sidik kisəsi olması deyir. Sidik kisəsi yoxdur axı. Çıxaqdır. Çıxağın altdan çıxaq. Deməli 3-ü götürə bilərik. Sağ aorta qövsü var. Ürək boşluğunda yalnız arterial qan deyil. Dedik ki, ürəyin sağ tərəfində venoz, sol tərəfində arterial qandır. 4-də
doğru olacaq. Qulaq seyvanı yalnız məməlilərdə olur qulaq seyvanı. Çıxaq, tük örtüyü yoxdur, lələ örtüyü var. Çıxaq. İkisi də çıxaq oldu, 5 də yanlışdır. 3 ilə 4 doğru cavab A bəndi olacaq. 28. Şəkildə göstərilən quruluşda baş beyinə malik heyvan sinfinin yetkin nümayəndələri üçün xarakterik deyil. Şəkildə göstərilib quşun beyni. Görürsünüz, bu da beyincikdir, üzəri qırışlıdır. Digər hissələrdə qırış yoxdur. Arteriya damarında 2 cür qan dövür. 2 cür qan axması doğru, bu da doğru. Ön ətrafında 3 caynaqsız barmaq, ön ətraflarda caynaqsız barmaq olur. 3 ədəd. Qanın tənəffüs orqanından bilavasitə ürəyə qayıtması doğru. Körpücük sümüyünün döş sümüyü ilə birləşməsi yanlışdır. Baxaq şəkildən. Körpücük sümüyü buradadır. Döş sümüyü də budur. Hani döş sümüyü körpücüyə birləşib və birləşməyib. Kürəyə də birləşməyib həmçinin. Kürəyinə körpücüyə birləşməyib. Amma bax, qarğa sümüyünə, döş sümüyü qarğıya birləşir. Amma kürəyə, körpücüyə birləşmir. Dişi göyərçində ifrazat və cinsiyyət sistemlərinin cəmi neçə orqanı kloakaya açılır? Biz burada diqqət etməliyik dişi göyərçin sözünə. Baxaq, ifrazat sistemi 2 dənə böyrəkdir bilirik. Ondan çıxır 2 dənə sidik axarı. Həmin o sidik axarı da kloakaya açılır. 2 budur. Cinsiyyət sistemi isə dişi göyərçində tək sol yumurtalıq olur. O kloakaya açılır. Cəmidir 3 orqan kloakaya açılır. Amma məsələn erkək göyərçin desəydi, onlarda 2 toxumluq var. Onda 4 olacaqdı cavab. 30. Şəkildə göstərilən heyvanda ola bilməz. Bayquş göstərilib. Nə ola bilməz bunda? Qulaq heyvanı. Bu məməlilərdə olur. Bayquşda, quşlarda olmur. 4 kameralı ürək var, caynaq, sabit bədən temperaturu, kloaka var. Qulaq heyvanı yalnız məməlilərə xasdır. Göyərçinin çiyin qurşağının hansı sümüklər onun döş sümüyünə birləşmir? Dedik ki, kürək və körpücük döş sümüyünə birləşmir. 32. Fəsillə bağlı yerdəyişmələrə görə oturaq quşlara nə deyə bilərik? Göyərçin olar, ördək olmaz, qaz olmaz, saqsağan olar, bir də ev sərçəsi də olar. Y köçəri quş olmalıdır. Saqsağanı çıxıram buradan. Boz qarğa, sarı köynək uçub gedən quşdur. Uçub gedən quşdur sarı köynək. Ördək də uçub gedən quşlara aiddir. C bəndi doğrudur. Quşun həzm sisteminə aid doğru olmayan ifadəni müəyyən edin. Kloaka bağırsağın genişlənmiş hissəsidir. Düzdür. Tinadan qida borusunun genişlənmiş hissəsi düzdür. Qida əzələvi məddədən bağırsağa daxil olur. Düzdür. Tinadan bilavasitə mədənin əzələli şöbəsinə birləşir. Yanlışdır. Çünki quşun həzm sistemi bu formada gəlir. Ağız boşluğu, udlaq, qida borusu, tinadan, sonra birinci vəzili, mədə, sonra əzələli mədə. Yəni, tinədan vəzili mədəyə birləşir. Əzələli yox, əzələli daha sonra gəlir. Bunu yadınızda saxlaya bilmirsinizsə də və sözündən yadınızda saxlayın. Birinci vəzili, sonra əzələli mədə gəlir. Qidanın həzmində dişlər iştirak etmir, bu da doğrudur. 34-ə baxaq. Şəkildəki quruluşda ürəyə malik heyvan üçün xarakterik deyil. Baxın, şəkildə 4 kameralı ürək göstərilib. Deyə bilərsiniz ki, bəs məməlidə də 4 kameralıdır, quşlarda da 4 kameralıdır. Necə bilin, bu məməlidirmi, quşdurmu? Baxın, burada sol mədəcikdir, düzdürmü? Buradan sol mədəcikdən hansı tərəfə? Sağ tərəfə aorta qövsü çıxıb. Deməli, bu sağ aorta qövsü varsa, quşdur. Yox, əgər sol tərəfə doğru əyilsəydi, onda məməli olacaqdı. İndi quşlarda beyin yarımkürəsi var, 2 şöbəli mədə var, vəzili əzələli. Amma plasenta məməlilərə aiddir. Quşlara aid deyil. Xarici qulaq keçəcəyi var, qırpma pərdəsi var. 35. Çöl göyərçində lələyinin quruluş hissələrini göstərin. Burada 1 ilə göstərilib mil, lələk mili.
Sən gövdə yazılanları çıxaq. B, C, Y qalır. 2 lələk oxunun 3 lələk oxudur. Lələk oxu və gövdə. Onun sağ və sol tərəfində yelpik yerləşir. Birinci dərəcə saqqalcıq yazıb C-ni çıxıram. 3 gövdə, ikisində də düz yazılıb. 4, baxın, 4 daha qalın oxla göstərim, görürsünüz. 5 də ondan xırda-xırda çıxan xətlərdir. Ona görə 4 birinci dərəcəli saqqalcıqdır. 5 ikinci dərəcəli saqqalcıqdır. Doğru cavab Y bəndi olacaq. 36. Quş yumurtasının quruluş hissələrini göstərin. Deməli, bir dənə göstərilir. Bax, burada rüşeym diskidir. Rüşeym deyil. Rüşeym diski. 2 ilə 3 yumurta sarısıdır. 2 yumurta sarısının pərdəsidir. Sarısının pərdəsi, yumurta sarısı. Burada yumurta ağı yazıb. Yeni çıxıram. 4 hava kamerasıdır. Hava kamerası. Rüşeym çıxdı. Yer yazıb. Burada da həmçinin. Bunlar çıxanda ilə A bəndi qalır. 5 qabıq altı pərdə. 6 yumurta qabağı. 7 ağıdır. Yumurtanın ağı. 8-dəki bilirsiniz ciyələrdir. Doğru cavab A bəndidir. Bu qədər. Testlərin davamını növbəti videolarda çəkəcəm. Əgər nəsə sualınız varsa da şərhlərdə yaza bilərsiniz. Cavablandıracağım. Sağ olun.